Əzizlərim, hər birinizi xoş gördük. Salamlayıram sizi. Bugünkü videoda mən sizə Balinin ən qədim ustadlarından, şaman müəllimlərindən tələbələrinə ötürüləcək ev təmizləmə texnikasının izahatlarını verəcəm. Ona görə xahiş edirəm deyir, ekrana yaxından əyləşirik hamımız. Hər biriniz məndən Rəna evi nətər təmizləyək. İş yerini nətər təmizləyək. Yalvar, yaxar eləyirsiniz. Xahiş eləyirik. Rəna xanım, bizə kömək olun. İndi bu da sizə kömək. İlk öncə olaraq nə edirik əzizlərim? Ritual nə deməkdir? Ritualın özünün özəllikləri və spesifikası var. Orada deyir bir jestlə mənfi ruhları dağıdırım. Və o saat beynimizə rahatlıq gəlir. Bizi başlayır tənzimləməyə. Deməli, ritualın mənası nə deməkdir? İlk öncə olaraq ritual müəyyən özəlliklərə və spesifikalara sahibdir. Baxır, pulla bağlı ritual edirsiniz, sevgi ilə bağlı ritual edirsiniz, hansısa bir işinizin əmələ gəlməsindənmi, hansısa bir yerin, torpağın, evin satılmasındanmı, xüsusi təmizləmə ritualları ki, müəyyən cadı elementləri, negativ informasiya ötürmə elementləri, bunların təmizliyi. Yəni, rituallar çox spesifik xüsusiyyətə və özəlliklərə sahibdir əzizlərim. Və ritualların içərisində fərqi yoxdur. Bu, qara şamandır, ağ şamandır, qaramaqdır, ağmaqdır, cadu əməl eləyir, insanların, belə deyək də, ağlının başından çıxardır. Nə eləyir? Fərqi yoxdur. Okey, bunu başa düşməyimiz lazımdır. Niyə? Hər biri istifadə edəcəyi, belə deyək də, ritualda elementlər var. Bu elementlərin əsas vacib komponentləri nədən ibarətdir? Deməli, od elementi görürük. Buradakı gülləri görəcəyik. Bu, belə deyək də, təbiətin simvolu. Çünki Bali ev təmizləmə magiya ritual sistemini isə verirəm, izah eləyərək, başa salaraq. Və şamanizm anlayışından biz burada nəyə görəcəyik? Yaşıllıq rəmzi, təbiəti, ana təbiəti, belə deyək də, torpağı, ağaçları, otları, bitkiləri bildirir. Buradakı gül, ümumiyyətlə, bu artıq yüksək meditasiya məqamıdır. Yəni, tanrılara həsr olunacaq güldür ki, gülün ətrini biz eləyərkən, yəni, enerjimiz çox maksimal dərəcədə incəlir və biz çox yüksək enerjiləri anında götürə bilirik və bu, belə deyək də, bunun simvoludur. Və, əzizlərim, biz Balidə bunu nə cür görəcəyik sizdən? Rituallarda dedim ki, elementlər anlayışından od elementi, torpaq elementi, hava, su. Od, hava, su, torpaq və efir. Bu vacib 5 komponentlər var ki, hansı ki mağın, şamanın istifadə edəcəyi rituallarda özəlliklə istifadə olunur. Odun elementini bizə şam əvəz eləyir. Efirin elementini bizə tüstülər, yəni tüstü nə? Biz bunu yandırarkən efirdə bunun tüstüsü yayılır iyisi və bizim şuurumuzu dəyişir, yəni nurlandırır, aydınlandırır. Və gözəl, belə deyək də, güllərdən xüsusi dərilmiş, çünki bu sizin fizikanızda da artıq yansımağa başlayır. Və təbii ki, artıq gördüyünüz çiçəklər, yaşıllıq, gül, od, təbiət, yəni su indi hələ ki masamızda yoxdur. Yəni bu ritualda, belə deyək də, sudan istifadə olunmur deyə suyu qoymamışam. Və nə? Qaydaq indi təmizləmə anlayışında. İlk öncə olaraq istəyirəm ki, bu videonu, belə deyək də, ev təmizləməsi ritualı kimi qəbul edək sizinlə, bu cür anlayaq. Və sizə verəcəyim bu videonun içərisində xüsusi özəl detallar var ki, bu detalları mütləq yerinə getirməlisiniz ki, verəcəyim videodakı, belə deyək, ev təmizləmə ritualı həyatınızda praktik şəkildə, həqiqətən realdan da işləsin. Yəni, evinizi qoruya biləsiniz, evinizi təmizləyə biləsiniz, evinizdəki olan pis ruhların çıxması, evinizdəki, yəni, bütün narazıçılıq enerjiləri, yəni, sizi narahat edən, gərginləşdirən nə varsa, bunun hər birisi çıxmalıdır. Çünki bu ritual məhz buna xidmət eləyir. Başa düşdük, nədən gedir söhbət əzlərəm. Və Bali ritualının içərisində ilk öncə olaraq biz sizinlə şam götürəcəyik. Və burada önəmlidir ki, 3 dənə şam olmalıdır. 3 dənə ağ rəngdə şam. 3 dənə, əzizlərim, ağ rəngdə şam. Nə 4 dənə ağ, nə 5 dənə qara, xeyr. 3 dənə ağ. Okey? Çoxlu praktikamda mənə sual verirsin. Rəna, şamlar belə mi olsa, eləmə olsa fərqi yoxdur. Hansı formadadır? Hansı kateqoriyasındadır, xahiş edirəm.
3 dənə sadə şam alırsınız. Vso, ağ rəngdə. 3 dənə beləli fitil, buxur, iyili meditativ çöplər, meditasiya üçün iyili çubuqlar necə deyirlər, 3 ədəd. 3 ədəd çanang anlayışını indi izah edəcəm sizə. Masanızda məhz bunlar olmalıdır. Əzlərim. Buxuru tanıyırıq, şamı tanıyırıq. Buradakı ritualın içərisində nə tələb olunacaq? İlk öncə olaraq bunu sizə bu şəkildə yaxından göstəreyim. Bu şəkildə Balidə lokal evlərdə yaşayan qadınlar özlərinin əli vasitəsilə hazırlayırlar bunu. Və bunun adına çanang deyilir. İlk öncə olaraq bunun içərisində nə daxildir? Gördüyünüz kimi müəyyən müxtəlif güllərin növləri, rəngləri və ortasında da ot. Təbii ki, bu formanı müxtəlif formalarda eləyirlər. Yəni, bəziləri var ki, düydən istifadə eləyir, bəziləri hansı yemək ünsürlərindən istifadə eləyir. Və bu, Balidə xüsusi olaraq, belə deyək, adi, sadə xalqın evdə gündəlik dua, belə deyək də, ritualında istifadə eləyəcəyi ünsürlərdir. Yəni, onlar səhər tezdən qalxarkən bunun vasitəsilə və çubuq vasitəsilə tanrılarına, belə deyək, məbəd kimi olacaq yerlərində bunu təklif eləyirlər. Gün orta və axşam bunun təklifi ilə məşğullar. Yəni, bunu da verərkən dua oxuyurlar, təklif eləyirlər. Evdə həyətlərinin bir küncündə, bacasında, belə deyək, qoyurlar. Və bunu hər gün daimi şəkildə eləyirlər əzlərim. Yəni, bir dəfə elədik, nəticəsini gördük, atdıq deyil. Qədimdən gələrək, yəni dədə babalarından formalaşalaraq, bugünə qədər də məşğul olduqları prosesdir ki, bundan yəni, durmadan, oturmadan məşğul olurlar. Bunun üçün kifayət qədər də pullar yatırırlar. Və ona görə də günü bugün azad xoşbəxt insanlardılar. Və nə? Bu prosesi siz özünüz nə cür edə bilərsiniz əzlərim? Bunu sadələşdirmək üçün, yəni buradakı güllərdən, belə deyək də, görürsünüz ki, balaca qızıl güllərdir. Və siz də yəni müxtəlif rəngli güllər ala bilərsiniz. Çox takıntıya girməyin. Sırf burada müəyyən rənglərin təbii ki, simvolikası var, yaşıllığın. Ümumi faktordan götürürsünüz və əlinizdə olan vasitələrdən istifadə edirsiniz. Gül növlərindən ala bilərsiniz, ortasına müəyyən bu yaşıllıqdan qoya bilərsiniz, səməni eləyə bilərsiniz, fərqi yoxdur. Və özünüz üçün balaca bir bu formada mı, yumru qabın içərisində və nəyinsə içərisində dairəvi formada eləyə bilərsiniz. Yəni kim həvəskardırsa, 3 dənə çubuğu götürəcəksiniz və şamı götürəcəksiniz. Mən bunun sizə sadələşdirilmiş versiyada vermək istəyirəm ki, yəni biri var bu gündəlik hər gün istifadə olunan duadır, yəni Balinin yerli xalqına aid olacaq ev təmizləmə ritualıdır, amma hansı ki, indi də hələ yaşayır, yəni insanlar bundan məşğullar. Onlar özünə məxsus şəkildə eləyir. Mən isə bunu sizə artıq o texnikada verəcəm ki, siz bu texnikanı götürərək, yəni bazı əsaslarda heç olmasa evinizin həndəvələrini daimi təmizlikdə saxlaya biləsiniz. Ona görə nə edirsiniz əzlərim? Bu ritualı həftə içi ən azından 1, 2, 3 dəfə eləyə bilərsiniz və yaxud bir dəfə profilaktika üçün evinizi təmizləməyə eləyə bilərsiniz. Götürəcəksiniz 3 dənə şam, 3 dənə, bax bu cür şəkildə, səbət formasında və burada da 3 dənə görəcəksiniz. Düzəldəcəksiniz bunlardan. Şam qoyacaqsınız, tüst alacaqsınız və evinizin bir küncündə balaca bir dənə özü üçün meditasiya yeri düzəldəcəksiniz. Burada özü üçün Buddanın heykəlindən qoya bilərsiniz. Nə bilim, Qurana aid olacaq hansı atributlardan. Yəni, haradakı müəyyən bir dini şuura aparmaq istəmirəm sizi. Dinin müəyyən konseptindən, ideologiyasından deyirəm, yəni sizə hansı rahatısa. Bu, altar anlayışıdır ki, yəni evin küncündə tanrılara, yüksək ruhlara həsr olmuş bir küncdür. Və biz daima onlara müraciət edərək, gül təklif edərək, onlardan təmasda oluruq. Yəni bu, altar bizim güc yerimizdir. Haradakı spiritual, magik prosesləri eləyirik, belə deyək, pul, nə bilim, ritualları falan. İndi bu şəkildə, məsəl üçün, belə deyək, cadı deyiləcək, ifritə, witch vedma deyiləcək xanımlarda daha aktualdır. Və siz də bundan evinizdə özünüz üçün düzəldirsiniz. Yəni, haradakı gəlib özünüzdən 5 dəqiqə meditasiya edəcəksiniz və altar anlayışından evi təmizləmə ritualını edəcəksiniz. Çox sadədir, asandır. Çətin bir şey yoxdur burada. Mən bunu sizə sadə versiyasını verirəm. Və sonradan dərin, təbii ki, prosesləmə məqamları var ki, bunu əgər maraqınız olsa, növbəti videolarda göstərəcəm. Şamları yandırırsınız, qoyursunuz masanın üzərinə, gülləri düzürsünüz, götürürsünüz əlinizə 3 dənə bunu. Bunun mənası nədir? Niyə 3 anlayışını dözlərim? Birincisi, 3 anlayışın tanrı simvolikasıdır və Hinduizm fəlsəfəsində tanrının 3 aspekti, yəni Shiva, Brahma və Vishnu. Yaradılış, var olma və sonra, yəni sonlanma. Bu 3, yəni simvol müqəddəs, belə deyək, tanrılar, Allahlar sayılır deyə. Və biz bu ritualı məhz onlara etmiş sayılırıq ki,
Həmin an siz bu ritualı edərkən sizdə artıq onlarla kontakt portalı açılır, olduğunuz fiziki məkana belə açılır və bu ritualı eləyərkən həmin Allahlar tərəfindən himayə olunursunuz və qorunmaya alırsınız. Artıq sizin ruhunuz onlarla birbaşa kontakt olur. Yəni çünki bu ritualın əsasında. Və nə edəcəksiniz əzizlərim? Bunu düzürsünüz və 5 dəqiqə sadəcə gözünüzü yumursunuz. Dərindən 3 dəfə nəfəsinizi alıb verirsiniz və ağlınızda belə deyək, Tanrının 3 sadəcə olaraq müəyyən formasını yaratmış olursunuz. Və hiss edirsiniz ki, əlinizdəki çananı fırladırsınız və onlara təklif etmiş olursunuz. Və çananı fırladarkən, yəni çananı deyərkən tüstünü 7 dəfə fırlatmağınız lazım olacaq. Yəni 7 anlayışında dairədə fırladırsınız, onlara müraciət formasında. Və içinizdə niyyət olaraq söylüyorsunuz ki, yəni xahiş edirəm bizim evimizi mənfi ruhlardan təmizləyəsiniz. Evinizdə bolluq, bərəkət, xeyir, dua, bütün bu elementləri bura cəlb edəsiniz. Və onlardan xüsusi nə istəyirsinizsə buna önəm verməyiniz lazımdır həmin məqamda. Çünki o da sizin həyatınızda aktivləşəcək. Və 7 dəfə fırladıb, içinizdə bu niyyəti tutduqdan sonra şamları buraxacağıq. Şamlar sona qədər yanıb bitməlidir. Bu güllər masada yəni qalır və quruduqdan sonra sadəcə gülləri götürüb tullamağınız lazımdır. Buxurları da buraxırsınız, sadəcə olaraq iyisi sona qədər gedir. Bu şəkildə asan və sadə, praktik, gündəlik həyatınızda istifadə edəcək müəyyən ritualdır əzizlərim. Ümidvaram ki, bu ritualı başa düşdüyünüz nə cür yerinə yetirəcəksiniz. Hansısa başa düşmədiyiniz məqamlar olsa, təbii ki, burada rəy bölməsində sual verə bilərsiniz. Və yaxud təbii ki, evi daha dərindən təmizləmək üçün, yəni xüsusi artıq varlıqlardan, negativ enerjilərdən, əməl cadu, bu artıq individual sizin məkanınızın hiss edilib oxunulması və onun əsasən verilən tapşırıqlarla təmizlənmədir. Bu isə fərdi seanslarda baş verir və həmçinin də bunun özünlə məşğul olmaq istəyirsinizsə ustad səviyyəsində, yəni Şamanizm Akademiyasında 8 aylıq kursda tədris olunur. Öpürəm hər birinizi əzizlərim. Ümidvaram bu texnika həyatda işinizə yarayacaq. Bir çox şeyləri evinizdə qoruyacaq, saxlayacaq. Öpürəm hər birinizi. Növbəti videolarda görüşənədək.